Körəldim Həçağı müəllimə görə, Aha. Kirzal müəllimə görə. Yenə körəldirsən məni, olmaz istəmirəm mən. Yalnız məktəbi deyil, kəndin tarixini araşdırdıq. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Məmmədli kənd tam orta mütəhsil məktəbində unudulmaz və qürurverici bir gün yaşanıb. Təhsil ocağının 90 illik yubileyi münasibətilə təşkil olunan möhtəşəm tədbir təkcə bir məktəb bayramı yox, həm də bütün bir kəndin yaddaşına, keçmişinə və mənəvi köklərinə edilən böyük ehtiram kimi yadda qalıb. Bu il ölkədə elan olunan şəhərsalma və memarlıq ili çərçivəsində yubiley tədbiri xüsusi konsepsiya ilə hazırlanıb. Məmmədli kəndin tarixi keçmişi, onun illər boyu formalaşan təhsil ənənələri və məktəbin nəsillərə verdiyi mənəvi miras şagirdlərin baxışı ilə sanki canlı ekskursiya çevrilib. Tədbirin hər detalında tarixlə bu günün əl-ələ verdiyi aydın hiss olunub. Məktəbin geniş foyesində yaradılan və təhsil ocağının ötən 90 illik yolunu əks etdirən fotogüşə qonaqlarda xüsusi maraq doğurub. Keçmişdən bu günə uzanan şəkillər, müəllimlərin və məzunların xatirələri, köhnə sinif illərinin donmuş anları hər kəsi illər öncə yaparıb. Sanki bu fotolar danışır, məktəbin divarları öz tarixini özü nəql edirdi. Möhtəşəm təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, təhsil ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, kənd sakinləri və bir zamanlar bu məktəbdə təhsil almış bir sıra məzunlar iştirak ediblər. Bu da yubileyə mənəvi dəyər qazandırıb. Tədbir aks zalında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Zal boyunca hökm sürən o sükut hər kəsə xatırladıb ki, bugün azad səslənən məktəb zənglərinin arxasında şəhidlərimizin müqəddəs qanı dayanır. Təhsil müəssisəsinin direktoru Könül Hüseynova qonaqları salamlayaraq məktəbin 90 illik şərəfli tarixi, keçdiyi inkişaf yolu, burada yetişən savadlı və vətənpərvər nəsillər barədə geniş məlumat verib. O bildirib ki, bu məktəb sadəcə dərs keçilən bina olmayıb, illərlə kəndin düşünən beyni, döyünən ürək, formalaşan mənəviyyət olub. Daha sonra şagirdlərin təqdimatında Məmmədli kəndin tarixi keçmişinə, kənd həyatına, məktəbin yaddaşlarında yaşayan illərlə və yaradıcılığa həsr olunan bir-birindən rəngarəng kompozisiyalar nümayiş etdirilib. Balaca məktəblərin dilindən səslənən tarix, gənc nəslin keçmişə göstərdiyi həssas münasibət zalda böyük maraq və alqışlarla qarşılanıb. Heç sən bilirsən bura haradır? Vurd yuvası. Burada boyun atararlar. Əlbəttə bilirəm. Məhəmmədlidə buranı tanımayan var. Sən elə bil yüzillərdir yuxuda imişsən. Sən niyə belə geyinmisən? Biz belə geyinirik də. Bəs sən niyə belə geyinmirsən? Çünki mən məktəbliyəm. Müstəqil Azərbaycan Respublikasının məktəblisi Mədəni Umud. Necə? Müstəqil Azərbaycan? O mənim ən böyük arzum idi. Mən tüfək salanda həmişə gözlərimi yumur, o azadlığın, xəyalların qurur. O, müstəqil Azərbaycanın müqəddəs bayrağıdır. Amma səndə günah yoxdur. Sən onu hardan tanıya biləcəksən ki? Niyə ki? Onu sənə qəsdən unutdurdular. Səni isə görünür, heç məktəb görməmisən. Ona görə də söhbəti anlaya bilməzsən. Bax, o təpənin arxasında bayraq ucalır. Görürsünüzmü? O bina məktəb binasıdır. Sürünü otaranda oturduğum yerdə çubuqla yeri qazırdım. Torpaq açılanda içindən bu Quran çıxdı. Bu Quranı Kərbəlayı Nurməmməd əmiyə apardım. O bu Quranı görəndə çox kövrəldi. Sən demə, bu Quran həmin Quran imiş. Sənə bağışladı? Hə, mənə bağışladı. Dedi ki, əhd etmişəm. Kim tapsa, onunla var. Vətən anlayışı torpaq, xalq, dil, tarix, mədəniyyət kimi dəyərlərin özündə durmuşdur. Vətən nəfəs aldığımız hava, gəzdiyimiz torpaq, xatirələrimizin isə yuvasıdır. Vətən varsa biz var. Vətən bizim kimliyimizdir, qürurumuzdur. Tədbirin ən duyğunu anlarından biri isə vaxtilə bu məktəbdə çalışmış, artıq dünyasını dəyişmiş müəllimlərin yad olunması olub. Onların şəkilləri nümayiş etdirildikcə, adları ehtiramla çəkildikcə zalda kövrək anlar yaşanıb. Çünki müəllimlər gedə bilər, amma onun yetişdirdiyi insanlarda izi əbədi qalır.
Musiqi kompozisiyalar, bədii çıxışlar, vətənpərvəri ruhlu təqdimatlar yubiley tədbirinə xüsusi rəng qatıb. Hər nömrədə həm məktəb sevgisi, həm də kəndə bağlılıq, həm də keçmişə hörmət aydın hiss olunub. Tanrı sizi susuz koymasın. Ocağınız isti, suyunuz serin olsun. Tədbirdə çıxış edən qonaqlar Məmmədli kənd məktəbinin 90 illik fəaliyyətini yüksək qiymətləndirərək bu təhsil ocağının bölgənin maarif tarixində xüsusi yer tutduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu məktəbin yaşı onun divarlarının köhnəliyi ilə yox, yetişdirdiyi insanlarla ölçülür və Məmmədli məktəbi bu baxımdan zəngin bir xəzinədir. Yubiley tədbiri xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb. Bu gün çəkilən şəkillər 90 ilin zəhmətinin, xatirəsinin, müəllim əməyinin və şagird sevgisinin yaddaşa köçən canlı səlnaməsi idi. 67 yaşın içindəyəm də, bacalmışam. Kövrəldim Hacı ağa müəllimə görə, Kirzal müəllimə görə. Yenə kövrəldirsən məni, olmaz istəmirəm mən. Bir anlıq kino lenti kimi gözünüzün qarşısından keçdi. Bizim vaxtla indiki vaxta yerdən görəcəm fərq var. Səmimi danışım, çox gözəl, hədsiz, çox əla, hər tərəfli. Məhəmmədi kəndi Sovet hökumətində yeganə kənddir ki, 41-45-ci illər müharibəsində acından ölən adam olmayıb bizim kənddə. Məhəmmədin buğdası olub, Məhəmmədi buğdası. Çox təəssüf ki, indi o itib batıb. Məhəmmədi buğdası xüsusi buğda olub kəndin adı ilə. Bugünkü bu 90 illik yubiley tədbirində iştirak eləmək mənim üçün çox özəl bir hadisə oldu. Biz bu tədbirdə həm sevindik ki, biz belə bir məktəbin məzunu olmuşuq. Bu qədər dəyərli müəllimin, ziyalı insanların, öz peşəsinə, varlığı ilə bağlı olan müəllimlərin dəst etdiyi bir məktəbdə təhsil almışıq. Bu həm bir xoşbəxtlikdir, həm də mənim üçün bir kədərli hal oldu ki, biz bugün burada xatirəsi canlanan müəllimlərin çoxu artıq həyatda deyil. Əslində bu tədbiri biz keçirməkdə məqsədimiz məhz elə bu il memarlıq və şəhərsalma ili çərçivəsində kəndimizi araşdırdıq. Onun yalnız məktəbi deyil, kəndin tarixini araşdırdıq. Bu tədbirin əlamətdarlığı və özünə məxsusluğu ondadır ki, burada əlbəttə ən təsirli tərəfi odur ki, biz fotoqalereyanın açılışını elədik. Bu fotoqalereyada dünyadan köçmüş, ancaq bu məktəbin, bu kəndin təhsilində böyük əməyi olan insanların rəsmlərini toplamaq, onlar haqqında məlumatları, informasiyaları əldə etmək və düzgün, dolğun informasiyaları ora yerləşdirmək idi. Sanki bu günləri biz böyük pedaqoqların, zəhmətkeş insanların və hətta heç təhsili olmayan, lakin bu kəndin tarixində əməyi əziyyəti olan, bu məktəbin daşlarında əməyi əziyyəti olan hər kəsi yad etmək, yaşatmaqdır. Bir məktəbin iki vacib insanı var: müəllim, şagird. Bunların istedadlarının ortaya çıxması əslində elə bir-birindən asılıdır. Amma nəzərə alsaq ki, şagirdlər hələ öyrənən qismdədir. Bu o deməkdir ki, onların istedadının üzə çıxması artıq müəllimin məsuliyyətinə aiddir. Və Məmmədli məktəbində həmişə bu abu-hava var. Həmişə bizim zəhmətkeş kollektivin üzvləri çalışırlar ki,
bu məktəbin şagirdlərinin o görünməyən tərəflərini, istedadlarını ortaya çıxartsınlar və zamanla müxtəlif müsabiqələrdə, istər beynəlxalq səviyyəli müsabiqələrdə, istər respublika səviyyəli, rayon səviyyəli, regional səviyyəli müsabiqələrdə bizim tez-tez şagirdlərimiz nailiyyətlər qazanırlar. Və bu da müəllimlərin gərgin əməyi nəticəsində ortaya çıxır. Təbii ki, bu məktəb bu günlərə həmin o çətin və keşməkeşli yollarla və şərəfli yollarla gəlib çıxıb. Artıq 90 yaşı var məktəbin. Bu məktəb bu kəndin bir parçasıdır və onu o kənddən, Yanardağından, Pirindən, başqa o qurd yuvasından da elə kənarda təsəvvür etmək mümkün deyil. Hamısının əhatəsində bir məktəb var, daim yaşayacaq, daim öz istedadlarını ortaya çıxardacaq. Nizam Rəsulov, xüsusi olaraq Dinaz TV üçün.